Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Asan Radio nefrindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcım mənəm Alidə Mustafayeva. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmək imkanınız da var. Nazirliyin və radionun Facebook səhifələrində hal-hazırda canlı yayımdayıq. Suallarınızı oradan mövzuya dair suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 012 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Bugün radio televiziya yayımında yeniliklər barədə danışacağıq. Studiyamızın qonağı var. Teleradio İstehsalat Birliyinin baş direktor müavini Elman Həsənovdur. Elman müəllim, salamlayıram, xoş gəlmisiniz. Hər vaxtınız xeyir. Təşəkkür edirəm dəvət üçün. Çox sağ olun. Azərbaycan Respublikasının ərazisində radio yayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidenti 2023-cü il 24 iyul tarixli 3981 nömrəli sərəncamın icrasından sonra hansı nəticələr əldə edildi? İlk olaraq bu barədə danışaq. Məmnuniyyətlə. Demək, bu sərəncamdan sonra deyə bilərəm ki, ümumiyyətlə Azərbaycanda radio yayım sahəsində böyük dəyişikliklər oldu. Sırf əgər bu sərəncama qədər radio yayım əsasən də Bakı-Abşeron yarımadasını əhatə edirdisə, bu Bakı Teleqüllə kompleksindən hardasa 16 ümumölkə lisenziyası olan radio proqramı yayımlanırdı. Regionlarda bu sayı çox aşağı idi. Çox aşağı idi. Ona görə də bizim vətəndaşlar əsasən də sərhədyanı ərazilərdə az sayda yerli radiolara qulaq asırdılar, çox sayda sərhəddə olan həmin ölkələrin radiolarını qəbul edirdilər. Amma bu sərəncamın artıq icrasından sonra bu nisbət bizim yerli milli radioların xeyrinə dəyişdi, böyük sayda. Demək olar ki, Bakı Teleqüllə kompleksində yayımlanan sayda radio proqramları artıq regionlarda, bütün Azərbaycan, hətta Naxçıvan ərazisində yayımlanmağa başladı. Aynen. Bəs sözü gedən sərəncamın icrası ilə bütün ölkə ərazisində paytaxtda FM radio yayımları təmin edilib, yoxsa əlavə tədbirlərin görülməsinə hələ də ehtiyac var? Ümumiyyətlə, sərəncamın icrasından sonra ki, biz bu sayı ən azı 2 dəfə artırdıq. Buna baxmayaraq, hal-hazırda biz Dövlət Əlaqə Tezliklər İdarəsi ilə bir yerdə artıq monitorinqlərə başladıq və proses gedir və müəyyən o kör zona deyirik, onları başlayırıq müəyyən eləməyə ki, həmin ərazilərdə biz, belə deyək də, radio yayımı həmin formaya, həmin səviyyəyə çatdıraq və bu layihənin davamı olaraq biz çalışacağıq ki, yəni o cür boş zolaqlar, boş zonalar qalmasın və düşünürəm ki, bu il gələn il o problemləri də həll edəcəyik. Aydındır. Baş nazirin 7 oktyabr 2023-cü il tarixli 818 sayılı nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə tədbirlər planının icrası olaraq bəs ötən dövrdə hansı işlər görülüb? Ümumiyyətlə, tarixinə baxsaq, radio yayımın bildiyiniz kimi FM analoq yayımdır və hal-hazırda bütün ölkə ərazisində bu analoq yayım təmin olunub. Amma buna baxmayaraq bütün dünyada rəqəmsallaşma prosesi gedir və bu rəqəmsallaşma prosesinin də bir ayrılmaz hissəsi kimi bu radio yayıma da özünü göstərir. 2019-cu ildən etibarən Bakı Teleqüllə kompleksində paralel olaraq, FM-ə paralel olaraq rəqəmsal radio yayımı, yəni DAB+ yayımı aparılır, yayımı gedir və Bakı-Abşeron yarımadasının böyük hissəsini bu əhatə edir və bu ilin fevral ayından etibarən biz artıq ikinci böyük stansiya Ağsu rayonu ərazisində yerləşən Gülüstan stansiyasından da eyni güclü, daha doğrusu 3 kW deyək də, gücdə yayımı təmin etdik və nəticədə nə əldə etdik? Yəni Bakı şəhərindən işğaldan azad olunmuş ərazilərə kimi, hardasa Ağdam rayonunun ərazilərinə kimi DAB+ yayımı əhatə edir. Yəni bizim vətəndaşlar artıq əgər DAB+ qəbul edici ilə təmin olunublarsa, yəni avtonom nəqliyyat vasitələrində bu qəbul edicilər varsa, onlar DAB+ yayımına qulaq asa bilərlər. Aydındır. Poçt şöbələrində satışda olan rəqəmsal radio qəbul edicilər barədə əhalini məlumatlandırsaz yaxşı olardı. Əlbəttə, məmnuniyyətlə.
Demək, bu yeni texnologiya yayımı bizdə başlansa da, təəssüf ki, qəbul edici tərəfində, yəni vətəndaşların hamısı ya məlumatlı deyirlər və yaxud da ola bilər məlumatlıdırlar, amma texniki vasitələri, yəni qəbul ediciləri, müvafiq qəbul ediciləri yoxdur. Ona görə belə deyək də bizim nazirlik tərəfdən belə bir təşəbbüs oldu ki, artıq Azərpoçt tərəfdən az sayda həmin qəbul edicinin müxtəlif formaları artıq satışa çıxarılsın. Çünki əgər vətəndaş belə deyək də bu cür məlumatdan sonra əgər rəqəmsal yayıma qulaq asmaq istəsə, həmin Azərpoçtun filiallarına yaxınlaşıb o tip DAB+ radio qəbul edicilərini əldə edə bilsinlər. Aydın Elman müəllim, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radio efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün radio televiziya yayımında yeniliklər barədə danışırıq. Studiyamızın qonağı Teleradio İstehsalat Birliyinin baş direktor müavini Elman Həsənovdur. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Asan Radio Qarabağımızda. Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Hadrut, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 95.6 FM-də yayınlanır. Asan Radionu həmçinin Asan Radio Az saytından canlı dinləyə bilərsiniz. Hər gün ən vacib xəbərləri dəqiq və operativ çatdırırıq. Həm də sosial mediada izləyin. Rəsmi Facebook səhifəmiz daim aktivdir. Asan Radio. Operativ, dəqiq, faydalı. Omid mağazalarında möhtəşəm endirimlər. Miyakida usta çantası və alət dəsti indi 79 manat 50 qəpik deyil, 57 manat. Damafon 147 manata deyil, cəmi 119 manata. Omid, xeyirli alışverişlər, telefon 890. Asan Radioda reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Bu axşam 5'te 5'te tiraj var. Azerlotereyanın yeni 5'te 5 tirajlı lotereyasında hər gün 50.000 manat böyük uduş şansı səni gözləyir. Bilet əldə etmək üçün azerlotereya.com saytına daxil ol və ya sənə ən yaxın Azerlotereya satış nöqtələrinə gəl. Sevdiyin rəqəmlər həyatını dəyişər. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Kiçik biznesiniz üçün sərfəli və sürətli kredit axtarırsınız? ABB Biz tətbiqi və businesskredit.az saytında 11,9%-dən başlayan illik faizlə xüsusi kampaniya başladı. 31 mart tarixinə dək müraciət edin, biznesinizi rahat böyüdün. Ətraflı Ulduz 3700. ABB Biz. Biznesinizə xidmət bizlikdir. Novruz gəlir, süfrələr bəzənir, tonqallar qalanır, milli şirniyyatlarla xonçalar hazırlanır. Paxlava və şəkərburo olmadan Novruz süfrəsi təsəvvür edilə bilər? Santortino, Bakıda və Sumqayıtda 19 filialı ilə ənənəvi Novruz şirniyyatlarını və tortları sizə təqdim edir. Yalnız keyfiyyətli tərkib və təbii kərə yağından hazırlanan paxlava və şəkərburalar xonçalarınızı bəzəsin. Santortino, fərqli, rəngli və ləzzətli. O həm təmirdə, həm də alışverişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alışveriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Dənizin sahilində villa,
Bu arzunu yerdə yetirməyin vaxtıdır. Sibrizdən sizin üçün Novruz təklifi. Sahəsi 230 və 290 kvadrat metr olan villaları 48 aylıq hissəli və faizsiz ödənişlə əldə edə bilərsiniz. İlkin ödəniş sadəcə 15%. Üstəlik, golf maşını da hədiyyəniz olacaq. Siz də bu fürsətdən faydalanın və həyatınıza bahar təravəti qatın. Ətraflı məlumat üçün 840. Novruz gəlir, Kosa oyun çıxarır. Yepyeni limitli sayda Kosanın oyunu, Poz Qazan oyunu bu bahar şanslı gəlir. 2 ədəd 30 min manat, 30 ədəd 3 min manat və digər uduşlar səni gözləyir. Kosanın oyununa qoşul. Biletləri Azər Lotereya məntəqələri, Azərpoçt şöbələri, market və köşklərdən əldə edə və ya Voltdan sifariş verə bilərsən. Bəxtinə güvən, poz, qazan və əylən. Kiçik biznes krediti üçün banka gəlməyə ehtiyac yoxdur. Yeni bizneskredit.az saytından ABB müştərisi olmasaz belə heç bir dövriyyə tələbi olmadan biznes kreditinə müraciət edib dərhal təklif ala bilərsiniz. Elə indi tam onlayn kreditə müraciət edin. ABB Biz. Biznesinizə xidmət bizlikdir. Ətraflı Ulduz 3700. Açıq-çasağı gəlsənə, Abşeronu gəlsənə, alışveriş etsənə, torbamı doldursana. Novruz torbası endirimli məhsullarla dolacaq, fabrik qiymətləri ilə hər kəs sevinəcək. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey, ünvan Hökbatan dairəsinin yanı. Şəhərin mərkəzində premium layihə Triumf Palace, 28 may metrosunun yanında hazır və prestijli bir bina. Müasir arxitektura, yüksək komfort və fitness zalları ilə kompleks bu ilin sonuna tam hazır vəziyyətdə təhvil veriləcək. Mənzillər və qeyri yaşayış məhdud saydadır. Telefon 050 200 05 15. Asan Radyoda reklam 050 60 06 100. Diabet xalq arasında şəkər deyirlər. Adı şirin olsa da dadı çox acıdır. Statistikaya əsasən hər bir şəxs orta hesabla ildə 90 dəfə avtomobilini yanacaqla doldurur, 45 dəfə yuduz durur, 8 dəfə ustaya aparır. Amma bir dəfə də öz şəkərini yoxlamır. Elə indi ən yaxın klinikaya dön, fərqində ol. Erkən müayinə can qurtarır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Qəbuldasan verilişinin qonağı Asan Radio və TV-nin direktoru Emin Musavidir. Bir il ərzində Asan TV-nin sosial media platformalarında videolarımızın ümumi baxış sayı 60 milyona yaxındır. Asan TV-nin fəaliyyətə başladığı ilk günləri necə xatırlayırsınız? Çox yaxşı xatırlayıram. Amma martın 18-i bizim ilk reportajımız təqdim olundu. Biz bu bir il ərzində nə qədər faydalı və operativ ola bildik? Biz həmişə dəqiq olmağa çalışmışıq. Azərbaycanda heç bir radionun reytinqi ölçülmür. Əgər hansısa quruma, hansısa şirkətə radio deyir ki, biz ən reytinqli radioyuq, bilin ki, həmin radionun əməkdaşları səmimi deyirlər. Bu bir ili həm keyfiyyət, həm də kəmiyyət baxımından necə dəyərləndirmək olar? Süni intellekt əsasında yaradılan ilk televiziya aparıcısı Azərbaycan TV məkanında ənənəvi və ya onlayn media olaraq fərq etməz, məhz Asan TV-dədir. Asaniyəni nəzərdə tuturam. Asan TV 1 yaşında. Təşəkkür edirəm. Tanışlıqla dəvət elədiniz məni verilişə. Müsahibəni martın 18-i saat 18:05-də Asan TV-nin sosial media səhifələrində izləyə və Asan Radioda dinləyə bilərsiniz. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün biz radio televiziya yayımında yeniliklər barədə danışırıq. Studiyamızın qonağı Teleradio İstehsalat Birliyinin baş direktor müavini Elman Həsənovdur. Elman müəllim, yerüstü televiziya yayımında yeni nəsil texnologiyaların tətbiqinin vəziyyəti necədir? Ümumiyyətlə, yerüstü televiziya yayımının biz tarixinə baxsaq, Azərbaycanda 2016-cı ilə qədər yerüstü televiziya yayımı analoq formada olub və bu deməkdir ki, yəni bir proqram bir tezlikdə, bir tezlik diapazonunu götürürdü və proqramın sayına görə də kifayət qədər çox sayda avadanlıq yerləşdirilirdi və bunun istismarı da çətin idi. Amma artıq rəqəmsal yerüstü televiziya yayımı DVB-T standartı artıq Azərbaycana
düzdür 2000-ci illərin əvvəllərindən Teleradio İstehsalat Birliyinin komandası test rejimində bunları sınaqdan keçirirdi. Amma rəsmi şəkildə artıq Nazirlər Komitəsinin vaxtilə verilmiş müvafiq sərəncamından sonra rəsmi olaraq analoq yayım dayandı və 2016-cı ildən bu yana DVB-T standartı ilə yerüstü televiziya yayımı aparılır. Texniki bir məqamı deyim ki, DVB-T standartı 22 megabit tutuma malikdir və bu hardasa ona yaxın bir SD keyfiyyətli televiziya proqramının yayımlanmağa imkan yaradır. Sözsüz ki, bu bizi qane eləmir. Ona görə də yeni standarta, DVB-T2 standartına keçmək istəyirik ki, artıq o 36 megabit tutuma keçək və sözsüz ki, böyük tutum bizə yüksək dəqiqlikli televiziya proqramlarını yaymağa və yaxud da bir paketdə yayımlanan televiziya proqramlarının sayını artırmağa imkan verəcək. Hal-hazırda deyə bilərəm ki, Bakı Teleqüllə kompleksində test rejimində artıq DVB-T2 yayımı paralel olaraq DVB-T ilə yayımlanır, əhali bundan faydalanır və məqsədimiz artıq bütün ölkə ərazisində DVB-T2 standartına keçməkdir. İndi bu ilin sonuna qədər artıq müəyyən hazırlıq işləri də aparırıq. Aydındır. Hörmətli dinləyicilər, xatırladım ki, mövzunu davam etdirəcəyik. İndi isə texnologiya xəbərlərinin vaxtıdır. Texno xəbərlər. Aztelekom internetin sınaq və təhlili sahəsində dünya lideri olan Ukla tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib. Uklanın Yaxın Şərq və Afrika regionu üzrə vitse-prezidenti Tristan Muhadir bu mükafatı Aztelekomun öz müştərilərinə ən yaxşı təcrübə təmin etmək məqsədi ilə şəbəkəsinə etdiyi davamlı sərmayələrin nəticəsi kimi qiymətləndirib. Speedtest mükafatları dünyanın ən yaxşı sabit və mobil internet provayderlərinin əldə edə biləcəyi ən yüksək nailiyyətdir. Bu mükafat istehlakçının həyata keçirdiyi testlərə və istifadəçilərin speedtest tətbiqlərimiz üzərindən bölüşdükləri rəylərinə əsaslanaraq real müştəri təcrübəsini təmsil edir. Bir daha Aztelekomu Azərbaycanın ən sürətli internet provayderi seçilməsi münasibətilə təbrik edirəm. Fastest fixed network in Azerbaijan. Çin DeepSeek işçilərinə məhdudiyyət qoyub. Hakimiyyət startap əməkdaşlarının xaricə səfərləri üzərində nəzarəti gücləndirib. Belə bir addım beyin axınının qarşısını almaqdan ötürü atılıb. Şirkət bəzi əməkdaşların pasportlarını saxlayaraq onların ölkəni icazəsiz tərk etmək imkanını məhdudlaşdırır. İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradılıb. Buna Avstraliyada yerləşən laboratoriyada nail olublar. Bioloji kompüter mövcud süni intellekt sistemlərindən daha dinamik və davamlıdır. 2025-ci ilin ikinci yarısında satışa çıxarılması gözlənilir. İlkin mərhələdə bir blokun qiyməti $35.000 olacaq. Telegramın qurucusu Pavel Durov Fransanı tərk edib. Bildirilir ki, o Fransa məhkəməsindən buna icazə alıb. Durovun Birləşmiş Ərəb Əmirliklərinə, daha dəqiq desək, Dubaya yollandığı vurğulanıb. Xatırladaq ki, Pavel Durov 2024-cü il avqustun 24-də Fransada saxlanılıb. Sonra o 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb. Bundan əvvəl ona Fransa ərazisini tərk etmək qadağan olunmuşdu. WhatsApp Android istifadəçiləri üçün yeni funksiyanı, mesaj zəncirlərini təqdim edir. Bu funksiya söhbətləri daha mütəşəkkil və başa düşülən etmək məqsədi ilə chatlarda konkret mesajlara cavabları izləməyi asanlaşdırmaq üçün nəzərdə tutulub. Nizamsız cavabları tapmaq üçün chatı vərəqləmək əvəzinə yeni funksiya xüsusi mesaja verilən bütün cavabları forum mövzuları və ya X-dəki kimi bir başlıqda qruplaşdıracaq. YouTube ucuz premium abunəliyini təqdim etdi. Şirkət aylıq $8 Premium Lite adlı yeni abunəliyi istifadəyə verib. Bu tarif musiqi məzmunu istisna olmaqla əksər videoları reklamsız izləmə imkanı təqdim edir. Bu addım Netflix və Disney kimi nəhəng yayım platformaları ilə rəqabəti gücləndirmək məqsədi daşıyır və reklamsız video izləmək istəyən istifadəçilər üçün daha əlçatan seçim təklif edir. Rəqəmsal dialoq.
texnologiya xəbərlərini eşitdik. İndi isə mövzumuza qayıdırıq. Bugün radio televiziya yayımında yeniliklər barədə danışırıq. Studiyamızın qonağı Teleradio İstehsalat Birliyinin baş direktor müavini Elman müəllim Həsənovdur. Elman müəllim, istəyirəm indi biz cari ildə işğaldan azad edilmiş ərazilərdə radio televiziya yayımının bərpası ilə bağlı planlardan danışaq. Hansı planlar var? Planlar belədir ki, yəni işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramının planlarına, addımlarına uyğun köç planı var və çalışırıq ki, sözsüz həmin o köç planının icrasından əvvəl həmin ərazilərdə biz yerüstü televiziya yayımı və radio yayımını təmin edək və bu istiqamətdə gedirik. Deyə bilərəm ki, hətta 44 günlük müharibədən sonra artıq 2020-ci ilin dekabr ayından etibarən ilk növbədə Şuşa şəhərində yayım bərpa olunub və ondan sonra Xocavənd rayonu ərazisində, sonra Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə biz bu yayımı bərpa etmişik. Və bərpa etmişik, buna baxmayaraq köç planı müəyyən əraziləri bizə veriləndə ona uyğun biz həmin ərazilərdə radio monitorinqlər aparırıq. Televiziya və radio yayımının təmin olunması üçün bizim planda olan vaxtilə radio televiziya yayım stansiyaları olmuş köhnə stansiyaların bərpasını biz aparırıq. Və bu istiqamətdə də düşünürəm ki, bu il və gələn ilin sonuna qədər işlərimizi bitirməyi planlayırıq. Bəs Xankəndi Telegüllə ona bağlı nə deyə bilərsiniz? Bəli, yaxşı sual ediniz. Xocalı rayonu ərazisində bir dağ-dağın yüksəkliyi var. Həmin yüksəklikdə biz yeni Telegüllə planlayırıq. O Xankəndidə deyil o zaman, Xocalıda? Yox, Xankəndidə deyil, yəni Xocalı rayonu ərazisinə düşür, bəli. Amma adını belə deyək də Xankəndi ilə əlaqələndirmişik. Xankəndi radio televiziya yayım stansiyası. Hal-hazırda artıq orada hazırlıq işləri başlayıb, yəni yüksək sürətlə tikinti işləri gedir və düşünürük ki, uzağı, yəni 2 ilə qədər biz həmin o yayım stansiyasını istismara verək. Və o istismardan sonra da ki, böyük ərazini belə deyək də əhatə edən bir yayım stansiyası xidmətə verə biləcəyik. Aydındır. Televiziya diapazonlarının mobil rabitə xidmətlərinə ayrılması prosesi başa çatıb, yoxsa hələ davam edir? Ümumiyyətlə bu istiqamətdə Beynəlxalq Telekommunikasiya İttifaqının belə deyək də tövsiyələri var. Tövsiyələr də ondan ibarətdir ki, artıq mobil sahədə 5G texnologiyasının tətbiqi üçün tezlik diapazonları lazımdır və bu tezlik diapazonlardan biri də belə deyək də hardasa televiziya, vaxtilə televiziyaya ayrılmış diapazona düşür. Hardasa 700 MHz-dən yuxarı bir diapazondur və vaxtilə ölkədə həmin diapazonda sözsüz ki, yayım avadanlıqları quraşdırılıb və istismara verilib. Keçən il mobil operatorlarla danışıqlar aparıldı. Onların belə deyək də Azerselin, konkret Azerselin maliyyə dəstəyi ilə biz həmin o diapazona düşən avadanlıqları vericilər, anten sistemi və cəmləyici qurğuların hamısını biz artıq dəyişdik və deyə bilərəm ki, artıq bu ay biz o işləri tamamladıq və həmin diapazonu təhvil verdik artıq rəsmi şəkildə. Aydındır. Təşəkkür edirəm Elman müəllim. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəlib sualları cavablandırdınız. Mən təşəkkür edirəm. Çox sağ olun. Sizin köməyinizlə əhaliyə biz, dinləyicilərimizə biz yeni texnologiyaları haqqında artıq məlumat çatdıra bilirik və yenə də əlavə etmək istəyirəm ki, yəni artıq ölkənin böyük ərazisində rəqəmsal radio yayım var və Bakı Abşeron ərazisində DVB-T2 yayımı aparılır, yerüstü televiziya yayımı aparılır. Bundan və bu siqnal formasından belə deyək də bizim vətəndaşlar artıq faydalana bilərlər. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşitdiniz. Aparıcı mən idim Alidə Mustafayeva. Bugün verilişimizin qonağı Teleradio İstehsalat Birliyinin baş direktoru müavini Elman Həsənov idi. Bugün radio televiziya yayımında yeniliklərdən danışdıq. Bu günlük, bu saatlıq bu qədər. Növbəti həftədə eyni saatda eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Sağ olun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi.
Rəqəmsal dialoq.